Dostlar salam. Növbəti faydalı videonu sizinlə paylaşmaq istəyirəm, çünki bu da aktual problemlərdən biridir. Mən danışan qədər də siz səhifəyə abunə olun, videonu paylaşın ki, kanalımız inkişaf eləsin. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, kimin qarnında ağrı olur, dərhal nənəmizin resepti yada düşür. Təbii ki, nənələrimizin faydalı reseptləri çoxdur. Amması nədədir? Götürürlər qarında ağrı olarkən isti və yaxud da soyuq başlayırlar. Soyuq qoyan azdır, çoxsu isti qoyur. Amma mən sizə deyim ki, həkim qarına baxmamış, nə isti, nə soyuq qoymaq olmaz. Çünki elə ciddi patologiyalar var ki, qarında ağrı yaradan, isti qoyduqca proses daha da pisləşir. Məsələn, götürək kəskin pankreatiti. Kəskin pankreatit çox ağır bir patologiyadır. 2 günə insanı öldürə də bilər. Bəzi insanlarda xroniki pankreatitlər olur, kəskinləşə bilər. Bu barədə kanalımda video paylaşmışam, buyurub baxa bilərsiniz. Kəskin pankreatitin müalicəsinin ilkin dövrü birbaşa soyuq və aclıqdır. Bu tərəfdən də götürüb qarına isti qoyanda proses daha da pisləşir. İkinci patologiyanı götürək, misal üçün kəskin apendisit. Kör bağırsağı deyirlər el arasında, sadə dildə. Amma bu əslində kör bağırsağıdır. Kör bağırsağın üzərində olan çıxıntıdır. Appendix onun iltihabıdır. Apendisit zamanı götürürlər, isti qoyurlar. Qrelka deyirik, Sovetin vaxtından deyilən qrelka. İsti qoyurlar və nəticədə nə olur? Sadə dilsə desək, apendisit partlayır və peritonit olur. Tibbi dildə partlayış sözü yoxdur. Perforasiya və yaxud da sonra qangrenaya uğraya bilir. Bu terminologiya istifadə olunur. Sadəcə bu video həkimlər üçün yox, əhali üçün nəzərdə tutulduğuna görə çalışıram daha sadə dildə sizə çatdırım. Böyrək problemlərində biz isti qoyuruq. Adətən hətta appendixdən böyrəyin patologiyasını diferensiasiya üçün, yəni fərqləndirmək üçün soyuq qoyuruq qarına, baxırıq. Ağrı artırsa bu böyrək patologiyası, azalırsa deməli appendisitdir. Buna görə həkim qarına əli ilə baxmamış, qətiyyən evdə, ev şəraitində nə isti, nə soyuq qoymaq olmaz. Qarında ağrı oldu, dərhal həkimə müraciət etmək lazımdır. Qarında ağrı olanlar problemlərin də daha da biridir ki, bəzi insanlar ağrı-kəsici dərmanlar istifadə edirlər. Həkim baxmamış və bu da qəti qadağandır. Çünki ağrı-kəsicilər yalnız ağrını kəsir, o müalicə deyil. Və nəticədə nə olur? Sonra dediyim kimi appendix partlayır, xəbərimiz yoxdur. Qadınlarda yumurtalığın kistası partlayıb daxili qanaxma gedir, xəbərimiz yoxdur. Çünki ağrı kəsici içib, ağrını keyidiblər və klinik əlamətlər itib. Və digər patologiyalarda da həmçin. Ona görə qarında ağrı oldusa, həkim baxmamış, heç bir ağrı kəsici içmək qəti qadağandır. Hətta bir də görürsünüz ki, mədə ağrısı olur, sadəcə mədə ağrıyır. Amma elə bir ağrı kəsici içirlər ki, hansı ki, mədəyə ziyandır və prosesi daha da pisləşdirirlər. Ona görə qarında ağrı olarsa, bir mənalı qayda budur ki, həkimə müraciət etmək. Nə ağrı kəsici, nə isti, nə soyuq qoymaq qəti qadağandır. Həkim baxmamış. Həkim baxdıqdan sonra nə lazımdır, özü məsləhət görəcək. Təbii ki, qərar sizindir. Mən yalnız məsləhət görürəm. Videonu bəyənin, abunə olun səhifəyə. Çox sağ olun, minnətdaram. Tək sağlam olun.